Bəhsimiz bugün təvhid barəsində olacaq. Ən mühüm bəhslərdən, ən mühüm mövzulardandır. Adətən də şiyələrə, o cümlədən də əhl-i sünnə qardaşlarımıza, vəhabilər, sələflər şər, böhtan atıb onları şirkdə, tövhiddən dönməkdə, Allahı tək bilməyib, Allaha digərlərin şərik qərar verməkdə ittiham eləyirlər. Nəticəni də alırlar. Çox pis bir nəticə. Canını, malını, qanını halal eləyirlər. Hal-hazırda müsəlman dünyasında İslam adına olunan hadisələr də yaxın şərqdə görürsünüz ki, bəzən də müsəlmanın qanını tökür. Nə üstündə? Şirk üstündə. İndi bizim bugünkü mövzumuz budur. Biz təvhiddən başlayacağıq. Təvhid bizim üçün çox mühümdür. Əlbəttə bundan qabaq dedik. Peyğəmbər deyib, məndən sonra müsəlmanların problemi təvhid olmayacaq. Şirk olmayacaq. Onlar taxtadan, daşdan olan bütlərə sitayiş eləməyəcəklər. Təvhiddən də danışanda biz sizə sual verdik. Hələ Allahdan istəyər, Peyğəmbərdən istəyərdən qabaq siz Allah haqqında nə danışırsınız? Təvhiddən qabaq danış görə sən Allaha əl, ayaq, göz, oturub durmaq nisbəti verirsən. Amma indi lap təvhiddən başladıq. Necə başlayırıq təvhiddən? Biz təvhid əhliyik. Şiyələr də, əhl-i sünnə də təvhid əhlidir. Biz hər gün namazda deyirik, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yalnız Allah sənə ibadət edirik, yalnız kömək səndən istəyirik. Bizim müsəlmanların birliyimiz tövhiddəndir. Tək Allahçılıqdadır. Amma indi tövhiddən başlayanda əvvəldə bir şey sizə sual verməliyik. Siz əvvəlcə hələ tövhid haqqında danışmamışdan qabaq tövhidin tərifini, şirkin tərifini verin, ondan sonra başlayaq. Onlar necə eləyirlər? Vəhabilər, sələflər əvvəldə gəlirlər, tövhidlə şirk barəsində öz istədiyi bir dənə tərifi verirlər. O tərifdən bir nəticə alırlar. O nəticə ilə də hökm çıxardırlar ki, sən müşriksən, sənin qanın, canın, malın halaldır. Biz bunu qəbul eləmirik. Biz əvvəldə deyirik, əvvəlcə istədiyiniz kimi, öz başa düşdüyü, yumuşaq desək, öz başa düşdüyünüz kimi şirkin tərifini verməyin. Əvvəl şirkin tərifini verək. Görə düz verirsiniz ya yox. Bir dənə özünüzə tərif verirsiniz, o təriflə də cəmaatı müşrik çıxardırırsınız. İndi deyəcəyim necə. Bunu sanki oxşadırlar terror kəlməsinə. İndi bu müasir dünyada terror konkret bir tərifi yoxdur ki. Bir ölkə bir şey terror bilir, biri terror bilmir. Özünü müdafiə bilir. Fələstin göz qabağındadır. Əvvəl düzgün tərifin verək, ondan sonra görək müşrik kimi, tövhid kimidir. Ona görə də bizə lazımdır ki, biz əvvəldə tövhid kəlməsi nədir onu bilək, şirk nədir onu bilək, ibadət nədir onu bilək, təvəssül nədir onu bilək, şəfaət nədir onu bilək. Hətta gələcəkdə sünnət və bidət nəyə deyilir, onu da görə biz bilək. Sən gəlirsən, əvvəldə bir dənə tərif verirsən, əvvəldə gəlirsən, istədiyin kimi bir tövhid haqqında fikir bildirirsən, ondan sonra bir nəticə alırsan, məni də ittiham edirsən. Yaxşı, tövhidin tərifi nədir? Tövhidin tərifi lüğətdə bir şeyi tək bilməyə, fərd bilməyə tövhid deyilir. İslam terminində müsəlmanlar arasında Allah Teala ilə bağlı əqidəmiz budur. Allah təkdir, Allah Teala təkdir, yeganədir, vahiddir, əhəddir ki, namazda İxlas surəsində deyirsiniz. Sadə bilinən, sadə deyil. Allah birdir, iki deyil. Sadə. Yaxşı, şirk nədir? Şirk lüğətdə pay, nəsib, şərik mənasındadır. Azərbaycanda deyir ya, filankəs filankəslə bir də şirkət vurublar. Şirkət sözü ərəb sözüdür. Filankəslə ticarətdə şərikdir. Yəni bir yerdədirlər. Lüğətdə budur. Amma İslam terminində istilahda nədir? İstilahda Allah uzaq eləsin. Bir nəfər Allah Teala'ya başqa bir varlığı şərik, tay, bərabər ona misil qərar verirsə, olur müşrik. Özümüzdən deyirik, xeyr. Elə əhl-i sünnə alimlər bu tərifi veriblər. Kimdir? Lüğət elmində iki alimin adını çəkirəm. Rağib İsfahani Əl-Müfradat kitabında, İbn Mənzur Lisanul Ərəb kitabında. Deyiblər, şirkin mənası budur. İndi bir nəfər gəlirsə, nauzubillah, Allah eləməsin, Allah Teala'ya şərik qərar verir, başqa bir varlığı, taxta da ola bilər, daş da ola bilər, insan da ola bilər, cin də ola bilər, öz nəfsi də ola bilər. Nədə? Məsələn üçün, yaradan odur, xaliqiyyətdə.
rububiyyətdə, idarəçilikdə, razıqiyyətdə, ruzi verməkdə, şəfa verməkdə, uluhiyyətdə, ibadətdə Allahla o bütü, o insanı nə edir? Şərik qərar verir. Onda olur şirk. Amma əgər o Allahla onu bərabər bilmirsə, Allaha tay tutmursa, əksinə Allaha vasitəçi bilirsə, nə də eləyirsə Allahın izni ilə bilirsə, şirk olmur ki bu. Əvvəldə gəlirlər bir ibadətə, şirkə tərif verirlər nəticə. Bəs onlar nə deyirlər? Baxın, gör onlar nə deyirlər. Hər kim Allahda olan xüsusiyyəti bəndələrə versə, Allaha şərik qərar vermişdir. Bütpərəstlərlə bağlı ayələri tökürlər bizim qabağımıza. Şirkin mənası nə deyirlər? Deyirlər ki, hər kəs Allah Taalaya bəndələrdən bir sifəti şərik qərar verirsə, şirk etmişdir. Biz deyirik, xeyr. Quran-ı Kərim oxumamısınız? Allah yaradandır, bəli. Kimsə Allah kimi yaradırsa, olur Allaha şərik. Amma kimsə Allahın icazəsi ilə yaradırsa, Quran-ı Kərim İsa Peyğəmbər deyirdi ki, mən torpaqdan quş düzəldirəm, ona üfürürəm, sonra o nə edir? Uçur. Allahın izni ilə. Allah da yaradır, İsa Peyğəmbər də yaradır. Allaha şərik oldu, əleyhissalam, xeyr. Allah Taala müstəqil olaraq yaradır, o yaratmaq qüvvəsini, gücünü, bacarığını İsa əleyhissalamı kim vermişdir? Allah Taala vermişdir. Digər bir ayə, dünyanı idarə edən, tədbir tökən, Rəbb, müdəbbir kimdir? Allah. Elhamdülillah Rabbil aləmin. Amma Quran-ı Kərimdə Allah Taala bəzən mələklərə də o nisbəti verib. Quran-ı Kərimdə ayədir. Fəl müdəbbirati əmra. And olsun tədbir tökən mələklərə. İndi mələklər Allahla şərikdir. Xeyr. Quran ayəsidir. Buna cavab verin. Allah Taala da müstəqil, amma onlar isə Allahın izni və icazəsi ilə bu işi görürlər. Deməli, biz əvvəldə kim bizə tövhiddən danışsa, şirkdən danışsa, özünü həqiqi müsəlman kimi təqdim eləsə, başqalarına, şiyələrə, əhl-i sünnəyə, Peyğəmbərdən, imamdan istədiyinizi öyrə şirk nisbəti versə, əvvəldə deyir, saxla, əvvəlcə sən şirkin tərifini ver, görürsən şirk nəyə deyirsən? Özün üçün bir şirkdən tərif vermirsən, nəticə almısan ki, şirk budur ki, Allahdan başqasından bir şey istəyəndə şərik qoşur. Allahdan istəmə. Üzr istəyirəm, nauzubillah. Sən imamdan istəmə, Peyğəmbərdən istəmə. Ged Allahdan istə də. Bir dənə belə tərif verirsən, sonra gəlirsən sən ki, Allahdan başqasından kömək istəyən müşrikdir. Xeyr. Sənin tərifin səhvdir. Üzr istəyirəm, qoy ibadəti də deyim, söhbətimi inşallah yekunlaşdır. İbadətlə də bağlı belədir. Əvvəldə gəlirlər ibadətlə bağlı bir dənə tərif verirlər. Baxın, Vəhabilərin, Sələflərin ibadətlə bağlı verdiyi tərif budur. Başqasının qabağında xuzu etmək, təvazu etmək, kiçilmək, onun qabağında əyilmək ibadətdir. Deməli, bir nəfər gedir Peyğəmbərin ziyarətinə, əlin qoyur sinəsinə, balaca əyilirsə, nə olur bu? Allaha ibadətdə şərik qərar verir. Deyir, yox, sənin tərifin səhvdir. Sən tərifi əvvəldə səhv verirsən. Hər əyilmək, hər kiçilmək, təvazükarlıq, qarşı tərəfin qabağında özünü kiçiltmək, onu özünə böyük görmək, əgər təvazükarlıq ona ibadət etməkdirsə, onda Quran bizə əmr eləyir. Ata-ananın qabağında neynə? Kiçil, təvazükarlıq elə. Onda biz ata-anayı neynirik? Bir qul öz ağasının qabağında əyilirsə, əskər öz komandirin qabağında əyilirsə, şagird alimin qabağında əyilirsə, onda ona ibadət eləyir. Onda bütün millət, bütün dünyada olanlar hamısı ibadət edir ki, ibadətin tərifini elə verirsən, nəticə alırsan ki, deməli Allahdan başqasının qabağında kim bu işləri görürsə, deməli neyir? Ona ibadət eləyir. Siz də gedirsiniz imamların qabağında, Peyğəmbərin qabağında, Allahın salamı olsun onlara, özünüzü kiçildirsiniz, onlara təvazükarlıq edirsiniz, əlini qoyub ziyarət edirsən, öpürsən, əlini sürtürsən, təbərrük edirsən, deməli sən ona ibadət edirsən. Yox, belə deyil. Əvvəlcə deyirsən, ibadətin tərifini ver, ondan sonra nəticəni al. Deməli, bugünkü bəhsimiz nə oldu? Tövhiddən başlamaqdan ötürü birinci qarşı tərəfə sual verməliyik. Sən əvvəldə tövhiddən məqsədvi deyil, şirkdən məqsədvi deyil, mənasını izah elə, tərifini ver, ibadətin nə olduğunu de, ondan sonra nəticə al.
Terror kimi ona qalsa bu gün müsəlman dünyasını çox təəssüf olsun ki, Qərbdə İslamla düşmən olanlar nə adlandırırlar? Müsəlmanlar terrorist. Eşitmisiniz. Onda onların da tərifini qəbul elə də. Terrordan öz istədiyi kimi tərif verib. Bu düzgün deyil axı. Biz gəl Qurana baxaq. Peyğəmbər Əhl-i-Beytin kəlamına baxaq. Əhl-i Sünnənin mötəbər alimlərin kitabına baxaq. Gələn bəslərdə baxacağıq. Görək şirk nədir? Tövhid nədir? Bu dəfə mən qısa dedim sizə. Ona uyğun neyək? Tərifi verək. Ondan sonra nəticə alaq. Biz baxacağıq ki, heç də tərif siz deyən kimi deyil. Heç də birin qabağında kiçilmək, ondan bir şey istəmək, onun ziyarətinə getmək, ona təvəssül etmək, şəfaət diləmək. Heç də bunlar ona ibadət etmək, Allaha şərik qorumaq mənasını vermir. Elə buna görə də o ayələr ki, bütlərlə bağlı bizə çəkirsiniz, həmin o ayələrin özündə bütlər Allaha şərik qərar verilirdi. Amma bu günləri Əhl-i Beyti sevənlər, Əhl-i Beytin ziyarətinə gedənlər, Əhl-i Sünnə qardaşlarımız ki, Peyğəmbərin də ziyarətinə gedirlər, bəzən də hətta imamlarımızın ziyarətinə gəlirlər, onlar heç biri həmin o bütlərə oxuduğunuz, bütlərlə bağlı oxuduğunuz ayələrə şamil deyil. Allahın nuru Peyğəmbər və onun pak Əhl-i Beytinə Allah Teala bizi dinimizi düzgün öyrənib başa düşənlərdən qərar versin.